Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar. Nümunədə sözlərin morfoloji təhlilə bağlı yanlış fikri müəyyən edin. Keçmiş zamanda olan feil şəxs şəkilçisi qəbul etməyib. Bu elə yanlış fikirdir. Çünki burada görmüşəm sözü keçmiş zamandadır, lakin şəxs xəbərli şəkilçisi qəbul etmişdir. Cavabımız bu variant olacaq. Tünd qara hərflərlə verilmiş feil şərt şəklindədir. Bəli, oxusalar sözü şərt şəklindədir. Salsə şəkilçisi vasitəsilə düzəlib. Həm feil, həm də sifətin xüsusiyyətini daşıyan söz ismi birləşmənin asıl tərəfidir. Oxumuş qızlar, bəli, oxumuş sözü burada feili sifətdir. Həm feil, həm sifətin xüsusiyyətini daşıyır və ismi birləşmə. Oxumuş qızlar ismi birləşmədir. Burada oxumuş aslı tərəfdir. Doğru fikirdir. Bağlayıcının iki müxtəlif məna növü işlənmişdir. Burada da iştirak bağlayıcısı işlənib, dadə. Bir də əgər şərt bağlayıcısından istifadə olunmuşdur, doğru fikirdir. Təyinə əvəzli mənsubə şəkilçisi qəbul edib. Özləri sözü təyinə əvəzli idi, burada mənsubə şəkilçisidir. Bu da doğru fikirdir.